İran adlanan Azərbaycan deyəndə bütün Azərbaycan görürdüm. Nəhayət ayrı-ayrı adamlar, şəxslər dedi ki, xeyr, İranın bütün Azərbaycan deyil, İranın bir qismi Azərbaycandır dedilər. Biz o Azərbaycan uğrunda mübarizə aparırıq dedilər. Bunların arqumentlərini də, davalarına da hörmətlə yanaşıram və hesab edirəm, dövlət ağlı da belə düşünməlidir. Biz Güney Azərbaycan azadlığı uğrunda mübarizə aparanları da, kəndlərin azadlığı uğrunda mübarizə aparanları da, ailələrinin azadlığı uğrunda mübarizə aparanları da hər kəsin mübarizəsinə dəstək verməliyik, alqışlamalıyıq və eyni zamanda elə bir format qurmalıyıq ki, bizim mücadiləmiz onların mücadiləsinə qarşı durmasın, onların da mücadiləsi bizə qarşı durmasın. Bunlar bir-birini tamamlasın. O baxımdan biz İran adlanan Azərbaycan deyil, İran adlanan Türkistan terminologiyasına üstünlük verdik. Çünki bugünkü İranın bütünü Türkistandır. Azərbaycanın özü də Türkistanın içindədir. Yəni Azərbaycan Türkistan anlayışının dışında deyil. Türkmən səhra, Xorasan, 3 əyalət Xorasan əyaləti var. Üçü də özdə İran adlanan Türkistanın Zahir bəy 4də biridir ərazi baxımından. Ha. Hamısı Türkistandır. Qum Türkistandır. İsfahan Səlcuqların baş kəndidir. Türkistandır. Tehran 11 milyon türk ilə Türkistandır. Qaşqay türkləri, Bəndər Abbasın özü, bu Hürmüz boğazı var o bölgə, Qaşqay türklərinin əsas yaşadığı bölgədir və o bölgənin özündə Azərbaycan türkləri, Güney Azərbaycan ərazisinə köçən çox saylı, çox milyonlu insanlarımız var. Oralarda yaşayırlar. Biz bütün bunların da azadlığını düşünərək, Güney Azərbaycan uğrunda mübarizə aparan hər bir kəsi alqışlayırıq və eyni zamanda onlara da bildiririk ki, biz Türkistanın azadlığı uğrunda mübarizə aparırıq. İran adlanan Türkistanda azadlıq mücadiləsinin iştirakçılarıyıq. Güney Azərbaycan uğrunda mübarizə aparanları da özlərimizin ən yaxın dava arkadaşlarımızı sayırıq, onlara qarşı deyilir. Siz kəndiniz uğrunda, azadlıq uğrunda mübarizə aparın. Biri köyü uğrunda mübarizə aparsın, biri ailəsi uğrunda mübarizə aparsın. Nəhayət də onların azadlığa qovuşması Türkistanın da azadlığa qovuşmasının tərkib hissəsi olacaq. Hər kəsə bir daha səslənirik. İran adlanan artıq Azərbaycan yoxdur. İran adlanan Türkistan var. Türkiyəli Azərbaycanlı və Türk dünyası türklüyün azadlığı uğrunda mübarizədədir. O türklük ki İranda 70 milyona yaxındır. Getdikcə türklərin sayı daha dəqiqləşəcək və bu mücadilədə Türkmenistanı görürük. Əfqanistanda deyilən Güney Türkistandakı soydaşlarımızı bu davada iştirakını gözləyirik. Qazaxıstanda olan soydaşlarımızı bu davada görmək istəyirik. Özbəkistandan olan soydaşlarımızı bu davada görmək istəyirik. Xorasan türklüyünün Zahir bəy böyük əksəriyyəti Özbək kökənli türklərdir. Qazax türkləri az deyil və Türkmən səhranın da hamısı Türkmenistanın güneyidir. Bir bütündülər. Bu mücadilədə bir yerdə oluruq. Qaşqay türkləri də Qayı türkləridir. Osmanlı İmperiyasını quran Qayı boyunun soyundan gələnlərdir ki, Qaşqayı, Başqayı türkləridir. Ona da sahiblənmək, bütün Türkistan'da o yaşayan türklərə sahiblənmək tək Azərbaycanın məsələsi deyil, dünya türklüyünün məsələsidir, Türk dünyasının məsələsidir, Turan məsələsidir.